Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. İranın mərkəzi əyalətinin Zərəndiyə şəhərində müharibəyə görə daha 5 nəfər həbs edilib. Bu barədə şəhərin polis idarəsi məlumat yayıb. Onların düşmən şəbəkəsi ilə əməkdaşlıq etmək və məlumat göndərməkdə ittiham olunduqları bildirilib. Saxlananlar hərbi qüvvələrin və yerlərin yardım və xilas etmə əməliyyatlarının, nəzarət məntəqələrinin və digər dövlət qurumlarının yerləşdiyi ərazilərin şəkillərini düşmən şəbəkələrinə göndəriblər deyə məlumatda qeyd olunub. Onların kimliyi barədə açıqlama verilməyib. ABŞ və İsrailin zərbələrindən sonra Mübarək Stil zavoduna müəssisənin 27 mindən çox əməkdaşından yalnız 2000-i işə geri dönüb. Məlumata görə geri qayıdanların əksəriyyəti inzibati və idarəetmə heyətindən ibarət olub. Ölkənin ən böyük polad istehsalı komplekslərindən biri hesab olunan müəssisədə istehsal prosesinin hələ də dayandırılmış olduğu qeyd edilir. Davam edirik. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika qüvvələri İran bayrağı altında üzən boş bir tankeri Oman dənizində atəş açaraq hərəkətsiz vəziyyətə salıb. Qurumun iddiasına görə tanker İran limanlarına tətbiq edilən dəniz blokadasını pozmağa çalışıb. Günas TV-nin məlumatına görə Centcomun yaydığı bəyanatda MT Hosna adlı tanker çərşənbə günü 16-5 tarixində beynəlxalq sularda İran limanlarından birinə doğru hərəkət edərkən müəyyən edilib. Bildirilib ki, ABŞ qüvvələri gəmi heyətinə bir neçə dəfə xəbərdarlıq edərək onların dəniz blokadasını pozduğunu bildirib. Bəyanata əsasən heyətin xəbərdarlıqlarına məhəl qoymamasından sonra Abraham Lincoln təyyarə daşıyan gəmisindən havaya qalxan ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-18 qırıcısı tankerinin sükan hissəsini 20 mm-lik mərmilərlə hədəfə alıb. Centcom açıqlayıb, bu gəmi artıq İran istiqamətində hərəkət etmir və İran limanlarına qarşı dəniz blokadasının davam etdiyini vurğulayıb. ABŞ ordusu bundan əvvəl də bildirmişdi ki, həyata keçirilən dəniz blokadası çərçivəsində İran mənşəli və ya İran istiqamətli 51 gəmi və üzən vasitənin marşrutu dəyişdirilib. Vaşinqton, Tehranın 20 il ərzində uranın zənginləşdirilməsini dayandırmasını istəyir. Bu barədə mənbələrə istinadən The Wall Street Journal qəzeti məlumat yayıb. Vurğulanıb ki, ABŞ İranda uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyə çalışır və ölkədəki bütün zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını tələb edir. ABŞ administrasiyası həmçinin İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramının bir hissəsi olaraq yeraltı işlərin qadağan edilməsində və yoxlamaların aparılmasında israr edir. Xatırladaq ki, bir müddət əvvəl CNN mənbələrə istinadən Vaşinqton və Tehranın İranda uran zənginləşdirilməsinə 10 ildən çox müddətə moratorium qoyulması ehtimalını müzakirə etdiyini bildirmişdi. Mayın 5-də Exos, Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını bildirib. Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri İranın son hücumlarını regional təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirib və bu hücumların təkrarlanmamasını tələb ediblər. Əbu Dabi İranın hücumlarına cavab vermək üçün tam və qanuni haqqını özündə saxlayır və Tehranın addımları qarşısında susmayacaq. Məlumatlara əsasən yüksək vəzifəli Birləşmiş Ərəb Əmirlikləri rəsmisi İsrailə bildirib ki, Əbu Dabi İranın hücumları qarşısında susmaq niyyətində deyil. Həmin rəsmi deyib, İran bizə hücum edib, biz cavab verəcəyik. Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi də vurğulayıb ki, bu ölkə öz maraqlarına qarşı hər hansı təhdid və ya hücuma cavab vermək üçün tam və qanuni haqqını qoruyub saxlayır. Bu açıqlamalar İran, ABŞ və Ərəb körfəzi ölkələri arasında son hücumlardan və Hürmüz boğazı böhranından sonra gərginliyin ciddi şəkildə artdığı bir vaxtda səsləndirilib. Analitiklər hesab edir ki, Birləşmiş Ərəb Əmirliyinin sərt mövqeyi Əbu Dabinin İrana qarşı siyasətində dəyişiklik olduğunu göstərir və bölgədəki böhranı yeni mərhələyə keçirə bilər. İran Birləşmiş Ştatların təklifinə cavabını bugün Pakistan vasitəsilə təqdim edə bilər. Bu barədə Əl-Ərəbiyyə kanalı pakistanlı bir qaynağa istinadən xəbər yayıb.
Mənbə bildirib ki, İran tərəfi ilə əlaqələr davam edir və əlaqələrin saxlanılması və ya cavabların alınması üçün heç bir maneə yoxdur. Bundan əlavə, mənbənin sözlərinə görə Donald Trump ABŞ-nin təklifinə tez cavab verilməsini tələb edib. Pakistanlı mənbə həmçinin Hörmüz boğazı ilə bağlı vəziyyətin həlli ehtimalına da işarə edib. Bildirilib ki, hazırda danışıqlar davam edir və müəyyən anlaşmalar əldə oluna bilər. Bundan əvvəl Əl-Ərəbiyyə mənbələrə isnadən xəbər vermişdi ki, boğazın yenidən açılması üçün intensiv təmaslar aparılır. Məlumata görə Hörmüz boğazının mərhələli şəkildə açılması müqabilində ABŞ blokadasının yumşaldılması ilə bağlı ilkin anlaşmalar əldə olunub. İranda işçilərin yaşayış vəziyyəti ilə bağlı yayımlanan yeni hesabat göstərir ki, gəlirlərlə həyat xərcləri arasındakı fərq görünməmiş səviyyəyə çatıb və işçi ailə büdcəsi üçün yaşayış minimumu artıq 71 milyon 300 min tüməni keçib. Bu rəqəm təxminən aylıq $383 edir. Günas TV-nin məlumatına görə bu ilin maaş danışıqları zamanı ailə büdcəsi üçün yaşayış minimumu ilkin hesablanması təxminən 45 milyon tümən elan edilmişdi. Lakin ilin ilk həftələrində başlayan yeni bahalaşma dalğası nəticəsində bu rəqəm 71 milyon tüməndən yuxarı qalxıb. Bu il üçün işçilərin minimum aylıq maaşı təxminən 16 milyon 600 min tümən müəyyən edilib. Dollar məzənnəsinin 186 min tüməndən yuxarı qalxması fonunda bu maaşın dollar qarşılığı artıq aylıq $90-dan da aşağı hesab olunur. $90 $383-dan təxminən 4,3 dəfə azdır. Yayımlanan məlumatlara əsasən bir ədəd yumurtanın qiyməti 20 min tüməni keçib. İkinci növ İran düyüsünün kilosu təxminən 400 min tümənə çatıb. Qırmızı ətin qiyməti isə hər kiloqram üçün 2 milyon 200 min tüməni ötüb. İran müharibəsi və Hörmüz boğazında yaranan böhran artıq qlobal ərzaq təhlükəsizliyi üçün ciddi riskə çevrilib. Ekspertlər yaxın aylarda ərzaq qiymətlərinin kəskin artacağı barədə xəbərdarlıq edirlər. The Guardian qəzetinin məlumatına əsasən Hörmüz boğazındakı böhran səbəbindən kimyəvi gübrələrin qiyməti 50-70% artıb. Bu isə dünya üzrə kənd təsərrüfatı məhsullarının maya dəyərinə birbaşa təsir göstərir. Grosvenor kənd təsərrüfatı qrupunun rəhbəri Mark Preston bildirib ki, böhran davam edərsə qlobal ərzaq təchizatı ciddi problemlə üzləşəcək. Onun sözlərinə görə azot gübrələrinin istehsalı üçün lazım olan xam malın böyük hissəsi Körfəz bölgəsindən daşınır. Məlumatda qeyd olunur ki, maye təbii qazın çatışmazlığı və dəniz daşımalarındakı problemlər gübrə istehsalını zəiflədib. Bəzi yaxın şərq ölkələri isə amonyak və kimyəvi gübrə istehsalını qismən dayandırıb. Ekspertlər xəbərdarlıq edirlər ki, gübrə qiymətlərinin artması buğda, qarğıdalı və düyü kimi əsas məhsulların bahalaşmasına səbəb olacaq. Xüsusilə yoxsul ölkələrin daha ağır təsirlə üzləşəcəyi bildirilir. Davam edirik. Dünyanın ikinci ən böyük pivə istehsalçısı olan Heineken şirkəti bir neçə il əvvəl Əli Laricaninin qohumlarından birinin köməyi ilə İran bazarına daxil olmağa çalışıb. Bu barədə Avstriyanın Der Standard qəzeti hesabat yayıb. Məlumata görə Əli Laricaninin bacısı oğlu Məhəmməd Mühəqqiq damad Heineken ilə bir İran şirkəti arasında nəzərdə tutulan ortaq layihədə əsas məsləhətçi rolunu oynayıb və məşhur pivə brendinin İran bazarına girişini təşkil etməli idi. Der Standard yazır ki, bu əməkdaşlıq birgə iqtisadi layihə formatında planlaşdırılmışdı. Avstriya qəzeti hesabatında Laricani ailəsini İran İslam Respublikasının ən nüfuzlu ailələrindən biri kimi təqdim edib və bildirilib ki, ailə üzvləri son 10 illiklər ərzində hakimiyyətin əsas strukturlarında təmsil olunublar. Əli Laricani uzun illər İran parlamentinin sədri olub. Qardaşı Sadiq Laricani isə İran məhkəmə hakimiyyətinə rəhbərlik edib. Hesabatda həmçinin iddia olunur ki, Laricani ailəsinin bəzi üzvləri qərb ölkələrində peşə fəaliyyəti ilə məşğuldur. Bunlardan biri Əli Laricaninin Birləşmiş Ştatlarda həkim kimi çalışan, sonradan İrana qaytarılan qızı, digəri isə Londonda tibbi startap idarə etməyə davam edən digər qızıdır. Qeyd edək ki, İran İslam Respublikası son 40 il ərzində alkoqollu içkilərin istehsalı, satışı və sərbəst istehlakını qadağan edib və buna görə ağır cəzalar tətbiq edib. ABŞ ilə İran arasında mümkün razılaşma ehtimalı ilə bağlı iddiaların artması fonunda dünya bazarında neft qiymətləri ciddi şəkildə ucuzlaşıb, qlobal maliyyə bazarları isə bu prosesə müsbət reaksiya verib.
Günans TV-nin yaydığı məlumata görə iqtisadi media qurumlarının hesabatlarında bildirilir ki, Brent markalı neftin qiyməti çərşənbə günü keçirilən ticarətdə son günlərdə ilk dəfə $100 altına düşüb və bəzi anlarda 8%-dən çox ucuzlaşıb. ABŞ xam nefti də 7-10% arasında dəyər itirib. Qiymətlərdəki bu sərt eniş Donald Trumpın İranla danışıqlarda böyük irəliləyiş əldə olunduğunu açıqlamasından sonra baş verib. Trump bildirib ki, Tehran və Vaşinqton arasında razılaşma əldə olunarsa, Hörmüz boğazı hamı üçün açıq olacaq. Məlumatlara görə ABŞ hökuməti də Hörmüz boğazında gəmilərin müşayiəti üçün başladılan azadlıq layihəsi əməliyyatını müvəqqəti dayandırıb ki, İranla danışıqlar prosesi davam etdirilsin. Amerikanın Exos mediası Tehran və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı daha geniş danışıqların ilkin çərçivəsi üzərində ilkin anlaşmaya gəldiyini yazıb. Neft qiymətlərinin enməsi ilə paralel olaraq ABŞ, Avropa və Asiya birjalarında indekslər yüksəlib. İnvestorlar yaxın şərqdə gərginliyin azalacağı ehtimalına müsbət yanaşıblar. Bununla belə, İran rəsmiləri yekun razılaşmanın yaxın olması ilə bağlı yayılan məlumatları hələlik təsdiqləməyib. Bəzi İranlı rəsmilər bu xəbərləri yalnız Birləşmiş Ştatların istəyi adlandırıblar. ABŞ ilə İran arasında danışıqlar davam etdiyi bir vaxtda İsrail mediası Tehranın Vaşinqtonla mümkün razılaşmaya Livandakı toqquşmaların dayandırılması və İsrail ordusunun Hizbullaha qarşı əməliyyatlarının məhdudlaşdırılması məsələsində daxil etməyə çalışdığını yazıb. Tehran Birləşmiş Ştatlarla razılaşmada Livan müharibəsinin dayandırılmasını istəyir. YNT məlumatına əsasən İran rəsmiləri ABŞ ilə dolayı danışıqlarda İsrailin Livan və Hizbullah mövqelərinə hücumlarının dayandırılmasını tələb ediblər. Bu məsələ isə İsrail ordusu və təhlükəsizlik qurumlarının ciddi etirazı ilə qarşılanıb. İsrailli analitiklər və hərbi komandirlər xəbərdarlıq ediblər ki, Livanda hərbi əməliyyatların dayandırılması Hizbullaha qarşı əldə edilən uğurları təhlükəyə ata bilər. İsrail rəsmiləri hesab edirlər ki, Hizbullah silahsızlaşdırılana qədər ordunun hazırki mövqelərdə qalması vacibdir. Son həftələr ABŞ İranla danışıqlarda paralel şəkildə İsrail və Livan arasında kövrək atəşkəsi qurmağa çalışır. Bununla belə, bəzi İsrailli rəsmilər İranın Livan məsələsindən nüvə və regional danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını bildirirlər. İran danışıqlar zamanı nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşıb. Bunu ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. İran nüvə silahına sahib ola bilməz və olmayacaq da, digər şeylərlə yanaşı o buna razılıq verib, deyə Trump əlavə edib. Trump tərəflərin münaqişəyə son qoymaq üçün razılığa gələcəyinə əminliyini ifadə edib. Bu baş verəcək, amma mən heç vaxt son tarix təyin etməmişəm, deyə ABŞ prezidenti bildirib. ABŞ prezidenti qeyd edib ki, Amerika və İran son 24 saat ərzində yaxşı danışıqlar aparıblar və razılaşmanın əldə olunması çox mümkündür. İran tərəfi rəsmi şəkildə Donald Trumpın bəyanatı barədə hələlik hər hansı açıqlama verməyib. Bundan əvvəl rəsmi Tehran açıq şəkildə bəli, nüvə proqramından imtina edirik tipli rəsmi bəyanat verməyib. Tehran yalnız nüvə silahı istəmədiyini, ancaq uran zənginləşdirilməsini tam dayandırmağa razı olmadığını bildirib. Birləşmiş Ştatlar prezidenti Donald Trump İranla silahlı münaqişənin başa çatdırılması ilə bağlı memorandumun bir həftə ərzində imzalanacağını gözləyir. Bu barədə Fox News telekanalı məlumat yayıb. Qeyd olunub ki, Trumpla telefon danışığı zamanı ABŞ lideri proseslə bağlı ehtiyatlı nikbinlik nümayiş etdirib. Trump ehtiyatlı və optimistdir. Mən ondan vaxt çərçivəsini soruşdum və o bildirdi ki, hər şeyin yekunlaşması üçün bir həftə vaxt verir, deyə efirdə vurğulanıb. Məlumata görə Trump bu memorandumun münaqişənin nizamlanmasında dönüş nöqtəsi ola biləcəyini düşünür. ABŞ ordusu Patriot hava hücumundan müdafiə sistemlərindən istifadə olunan raketlərdən xeyli ucuz başa gələcək yeni raket perexvatçılar hazırlamağı planlaşdırır. The Wall Street Journal məlumatına görə hazırda PAK-3 raketinin qiyməti $4,4 milyon çatır. ABŞ quru qoşunları isə yeni raketlərin bir ədədinin $250,000 ucuz olmasını istəyir. ABŞ quru qoşunlarının naziri Daniel Driscoll bildirib ki, yeni layihənin yaxın həftələrdə rəsmi şəkildə başlanması və bir il ərzində texnologiyanın təqdim olunması planlaşdırılır. Hörmüz boğazının yenidən açılması üçün intensiv çağırışlar aparılır. Bunu Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə televiziyası bugün məlumatlı mənbələrə istinadən deyib. Bu
xəbər Pakistanın baş naziri Şahbaz Şərifin Donald Trampın azadlıq layihəsinin dayandırılmasına çağırış etdiyinə görə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana təşəkkür etməsindən bir gün sonraya təsadüf edir. Bununla eyni vaxtda İran müharibəyə son qoymaq üçün danışıqlarla birlikdə Hörmüz boğazının yenidən açılması məsələsini nəzərdən keçirəcəyini açıqlayıb. Hörmüz boğazı bağlı qaldığı müddətdə İrana qarşı beynəlxalq sanksiyaların heç birinin ləğvi mümkün deyil. Bunu Fransanın Xarici İşlər naziri Jean Baro RTL radiosuna müsahibəsində deyib. Baro deyib ki, İran nüvə proqramı ilə bağlı addımlar müqabilində ABŞ-dən sanksiyaların yumşaldılmasını istəyir. Lakin Hörmüz kimi bir boğaz bağlı olduğu müddətdə ən kiçik bir sanksiyanın belə ləğv olunması qətiyyən mümkün deyil, deyə o bildirib. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.